Dedi bu pul diyor. Sen qapı düşərsən pul qazanırsan. Bu nə pul qazanmaq? Onlar hamısı toya gedib. Onlar toya getməsə, onlar yaşaya bilməz. Mənim Allah'ın olsun istedadım var. Bunu bütün Azərbaycan bilir. Bizi bəyənməyən insanlar mənim çəkdiklərimi siz çəkməmişsiniz. Mən bir nələr çəkmişəm. Bir dənə iynəyimiz vardı, anam pendirlə bizi çay verir. Qəndimiz olmadı. Mənim dimağım oldu. Sağ-salamat balaların yanına aparacağım, mən sizə meydana apardılar. Gördüm bu qədər pul çıxardılar, deyirdim, kaş onun birinin yerinə mən olardım. Biz görməmişik, özləri basıb yeyib. Anam içməyəni bağışlamırdı. İki şey özümü bağışlamaram. Mənim arxamda əlçinəm ki, matı olsaydı. İnanırsan mənim imicimi nətər dəyişdiniz. Salam, vaxtınız xeyir olsun. Ulduzlu Saatı izləyirsiniz. Bugün studiyamızda elə bir sənətçi var ki, illər keçsə də nə səmimiyyətini itirdi, nə də tamaşaçı sevgisini. Qonağımız Əlikram Bayramovdur. Xoş gördük Əlikram bəy, necəsiniz? Çox xoş gördük. Mən də seyr edən televizya tamaşaçılarını ürəkdən salamlayıram və sizlərə can sağlıq arzulayıram. Çox sağ olun. İnsan dəyişməzdir da. İnsan var dəyişir, insan var dəyişmir. Mən dəyişməyən insanlardanam. Çalışıram həyat tərzimi dəyişim arada bir, amma özümü dəyişmək istəmirəm heç vaxt. Çünki insan dəyişməsi çətin şeylərdir. Mən belə doğulmuşam, dəyişmək də istəmirəm. Biz sizi belə olduğunuza görə çox istəyirik. Hər Çox zaman sağ da olun. belə qalın. Toylara fasilə verildi. Bu müddəti necə dəyərləndirirsiniz? Bu müddətdə mənim bir çox demək, bəstə işlərim var. Çünki bir neçə mahnılarım var ki, onları aranjman eləməliyəm inşallah. Allahın izni ilə yeni mahnıların işığızı görəcək. Və onunla bərabər istəyirəm biraz bizim Qubiyə gəzməyə gedən, mənim 4 nəvəm var axı, onlar geri aparam gəzməyə söz vermişəm. Onlar da gündə məndən soruşur, baba nə oldu, nə vaxt gedirik? Gedəcəyik, tariximə gedəcəyik. Onunla bərabər mən dəniz qırağında bir bağ evim var, ora köçəcəm bu ayın inşallah axırlarına, çünki gözləyirəm havalar biraz da qılsın. Heç nə qalanda gedib, biraz sonra gedib kəndimizə dəyəcəm, gələcəm. Ova gedəcəm, balıq ovuna, əgər icazə versələr, ürəklər. Amma belə. İllər keçir, siz hər zaman enerjilisiniz. Bəli. Pozitivsiz. Bu enerjinin sirri nədir? Onu mənə elə məclislərdə də sual verirlər, deyirlər sən bu enerji. İnsan həyata doğulanda, demək, öz həyatın özü qurur da. Mənim müəllim dil ədəbiyyat müəllimi idi, Həsən Sevdali idi. Onun bir şeiri var idi, deyirdi, sordu mən şirin şey nədir dünyada? Gül dedi, bülbülün nəğməsidir o, səsimi eşitdi, yaşıl baş sona, dedi aynə gölün sinəsidir o. Gəzdim o kimi çölü, səhranı, dindirdim ala göz dəli ceylanı, söylədi baladan şirin şeyhanı, gözümdə dünyanın əvəzidir o. Bir gündə üst tutdum el şairinə, gəl şirin neyməti, gəl göstər mənə. Xəyal dənizində cumub dərinə, dedi həyat eşq həvəsidir o. Məni saxlayan həyat eşq həvəsidir. Çünki mən arzularla yaşayan insanam. Heç bir dünya malında gözüm yoxdur mənim. Amma həyat eşq həvəsi insanda heç də dünya malı ilə bağlı deyil. İnsanı yaşadan arzulardır. Mənim çox bütöv gözəl bir ailəm var. Azad Azərbaycan da mənə yaşadan vətənimdir. Bu yaxında Qubatlıdan gəlmişəm, getmişdim Qarabağa. Bir qardaşım oğlu var orada. Hərbi xidmətləri, getdim ona deyəydim, xeyləm Qarabağa gəzdim. Baxdıqca adamın ürəyi asılır. Mən oradan kartda çəkib göndərdim ki, xahiş edirəm, millətimizdən Qarabağa gəlin, gedin. Mütləq gəlib getmək lazımdır, çox gəzməli yerlər var. Səhər oyanlam, həyat eşqi ilə oyanlam, həyat həvəsi ilə oyanlam. Adam var, görsən, bir yer ağlayır, ölləmiyyə, gedir. Amma mən o həvəsinə oyanmam. Mən həyat eşqi ilə, həvəsi ilə, yaşamaq eşqi ilə, 5 günlük dünyadır, fikirləşirəm ki, biz bu dünyada elə yaşamalıyıq. Heç olmasa elə sanlı günlərimizdə, zaman gələndə, düşünəndə nə üçün yaşadığımızı başa düşək. Bax, belə, musiqini çox sevirəm, sənətimi çox sevirəm, ailəmi çox sevirəm, ən çox da vətənimi sevirəm. Çünki məni yaşadan vətənimdir, içrəkli bayraq. Xoşbəxt insanıq ki, bizim içrəkli bayraq altında belə məmləkətimiz var, xoşbəxt məmləkətimiz var. Və biz də həyat eşq həvəsi ilə yaşamalıyıq. O enerjini mən səhərdən çalışıram, gözümdə oyanam. Bəzən öyle olur ki, bədbin oyanam, amma çalışıram ki, o bədbinlik olmasın. Bilirsən niyə? İnsan özünü toparlamaqdır. Adam var, bir də gördən panik atakdır, xəstəliklər var. Adam var, bir də görsən depressiya düşür. O niyə görə düşür? Onun səbəbi özündə güc toplamamaqdır.
Bir qardaşlarım, buna bax, yanımızda bizi çəkirlər, bizim dəyərli rejissor. Onların hamısının həyat eşqəvəsi var. Bəli. Bəli. Siz də Sevinç xanım, yəqin olar həyat eşqəvəsi. Bəli. Mütləq yaşat. İnsan yaşamaq üçün gəlib dünyaya. İnsan dünyaya gəlməyib ki, gecə-gündüz çalışır. Düzdür, biz çalışırıq, amma bizdə zamanlar çox olur da. Çalışmaq da lazımdır, işləmək də lazımdır, amma yaşamaq da lazımdır. İnsan şükür edəndə içində o xoşbəxtlik daha da böyüyür. Sizin də məlumdur ki, çox çətin uşaqlıq dövrünüz olub. Aman Ona doğru. görə inanıram ki, zəhmətinizlə, əziyyətinizlə bu yerlərə gəldiyinizə görə şükür edirsiniz. 6-cı sinifdən işləmək bir uşaq üçün çox böyük yükdür. Tamam, doğru. İlk qazandığınız pulla nə almışdınız? Demək, mən 6-cı sinifdən işləməyə başlamışam. Mən 2 yaşında atamı itirmişəm. Sonra bizi anam saxlayır, 4 uşağı saxlayıb, boya başa çatdırıb. Anam da çatdıra bilmirdi. Sahədə çalışırdı, kolxoz sahəsində, safxozda. Onda mən qərar verdim ki, öz paltarımı özüm alacağam. Çünki yay idi, elə məktəb buraxılan kimi dedim, yox, mən sentyabra kimi öz paltarımı özüm almalıyam. O məktəblərə yardım edirdilər. 31 uşaq idik, bir dənə mənə gətirib bir paltarı verəndə utanırdım uşaqlar içərisində. Anam da çalışırdı almağa, amma dedim, yox, özüm də işləyib alacağam. İlk dəfə özümə işlədiyim 6-cı sinifdə bir şalvar almışam, bir köynək, bir dənə ayaqqabı almışam. İşləmişəm sahədə. Üzüm sahəsində işləyirdik. Oradan ilk aldığım paltar, şalvar, köynək olub. Çünki sentyabrın 1-dən məktəb başlayırdı, o vaxtda isti olurdu. Biz sentyabrın 1-dik. Qolsuz bir köynək aldım, bir şalvar aldım, bir ayaqqabı aldım. Bax, bunu aldım. Sonra dəftərləri, kitabları məktəb verirdi. Elə olurdu, anam alırdı. Məktəbdə verilməyəndə elə kitab olurdu, anam alırdı. Ən xoşbəxt insan idim özümə iki dəfə paltar alanda, geyim alanda ki, nə yaxşı geyimimi özüm ala bildim. Yavaş-yavaş öyrənməyə, həyata öyrənməyə başladım. Dedim, işləmək mütləq lazımdır. Mən uşaqlıqdan işgüzar olmuşam. İndi toylara gedirəm, matbuat gedəndə evdə deyirlər, yorulmuşsan, hara getsin. Deyirəm, mənim çəkdiklərimi siz çəkməmişsiniz. Mən bir nələr çəkmişəm. Ora qaz, bura qaz. Anama kömək eləmişəm, ailəmizə kömək eləmişəm. Qardaşım əsgərlikdə olub. Bacım işləyib, sonra bacım ailə həyatı qurub. Bir bacımla qalmışam, bir mən qalmışam, bir anam, qardaşım da əsgər xidmətində olub. Evə kömək eləmişik. Sonra bacım dünyasını dəyişdi. Sonra anam dünyasını dəyişdi. Bir qardaşım, bir bacım qalıb. Beləsuvar rayonunun Yuxarı Cülər kəndində qonşuluq deyir. Elə hey otururam, keçmiş illəri yada salıram. Xatirələri fikirləşirəm. Keçən günləri düşünürəm. O qədər işlər olub, o qədər əziyyətlərim olub. Allaha qurban, şükür olsun Allaha. Çox gözəl söz deyəcək, şükür eləmək dünyada ən böyük xoşbəxtlikdir. Dünyada anam deyərdi, verən də Allahdır, alan da Allahdır. Ona görə Allaha həmişə şükür eləmək lazımdır, yaradana şükür eləmək lazımdır. Özümü xoşbəxt hiss edirəm, heç keçmişdən istəmirəm düşünəm, amma arada yadıma düşür. Kəndə gedəndə yadıma düşür, o illər ki, çox əziyyətli günlərimiz yadımıza düşür. İnansan elə günlər idi, anam, bir dənə inəyimiz vardı, anam pendirlə bizi çay verirdi. Qəndimiz olmurdu. İndi də arada pendirlə çay içəndə, evdəkilər mən deyirsən, pendirlə niyə çay içsən? Bax, vallahi deyirəm, ha. Balaca nə verəm, baba, deyirəm, nədir? Baba, sən pendirlə niyə çay içsən? İndi mən də onları deyəmirəm, baxı, mən uşaqlıq illərində belə yaşamışam, vallahi deyirəm. O dövrdə hansı arzu vardı ki, maddi imkansızlığa görə ürəyinizdə qalıb? Allah, elə arzularım var idi. Bizim demək, işlədiyimiz yerdə müdirə zətlər olurdu, öz-özümə düşürdüm, kaş onun yerində mən olardım. Arada ceblərindən pul çıxardım da, gördüm bu qədər pul çıxardılar. Deyirdim, kaş onun benim yerində mən olardım. Əslində kimin saymazdım, amma olurdu da, bəzən çıxardırdı, kiməsə verəndə, kömək eləyəndə. Baxırdım, mənə bunun çox pulu var. Öz-özümə düşünürdüm, kaş müdir olan bunun yerinə. Bizim də 6-cı sinifdən lisə yaşım vardı, 13-14 yaşım vardı. Fikrim elə olub, arzularım olub. Sonra anam məni xalq təsərrüfatının üstünə qoyub, yarımçıq qoyub qaçmışam. O qədər işlər olub ki, gördüm, yox, bu mənlik deyil, işləyəm mənəm. Belə-belə işlər olub. Əskər xidmətində getmişəm, istəmişəm əskərlikdə qalam, komandirə baxmışam, xoşum gəlib, demişəm, komandir olacaq, başında papağı. Belə-belə arzular, sonra arzum aktyorluq idi, gəldim, sənətimi verdim, oradan da keçə bilmədim, gözləri aydın. Anam dedi ki, sənin atanın qalxoz sədr işləyib, Allah ölənlərinizə rəhmət eləsin, keçənlərə rəhmət olsun, qalanlar müddə. Dedi, atam qalxoz sədr işləyib, o bax eləyir axı. Atam nə işləyib, sən də onunla işləməlisən. Atam nə işləyib, işləyib də.
Mən də getdim müğənniliyə, müğənnilikdə ki, anam eşməyəni bağışlamırdı. Ananız müğənni olmağınızı istəmirdi. İstəmirdi, heç bir zaman. Mənim ümumiyyətlə aktyor olmağımı istəyib, nə müğənni olmaq istəyib. İnsan məni bu önümdə qalstok elə yerlərdə görmək istəyirdi ki, deyirdi, sənin arzun o idi axı, fikirləşirdin ki, mən büdür olacam, olub. Nə oldu, sən getdin, müğənni oldun. Anam ümumiyyətlə incəsənəti sevən adam olmayıb. Çünki ömürgün yoldaşı ki, elə vəzifələrdə işləyib, düzdür, biz görməmişik, özləri basıb yeyib. Amma belə məsələ budur ki, o bizi o şeydə təsəvvür edir ki, mənim oğlum Məlikram mütləq boynunda qalstok, nə bilim, böyük vəzifədə, nə bilim, nədəsə böyük kreslolarda onu elə təsəvvür edirdi, da alınmadım. Əmələ gəlmədi anamla mən işim, çünki mən başqa yerə yönəldim. İlk pulumu gətirəndə anam məndən götürmədi. Hə, dedi bu pul deyil, sən qapı düşərsən, pul qazanırsan, bu nə pul qazanmaqdır? Mən səni başqa arzularda görmək istəyirəm. Heç il əvvəl götürmürdü, amma sonra Allah rəhmət edilsin, anam belə götürürdü ki, olub da verəcəklər. Heç anam da öncə mənim çirəyimi yemədi ki, təzə parlayırdım, gəldim Bakıya. 1999-cu ilin 19 martda Ulu Öndərimiz gəlmişdi. Beləsivarda Qaçqınlar şəhərinə. Yerlilərimiz köç elədi Qarabağa, Allah şükür, yavaş-yavaş da köç eləyirlər. 19 martda 1999-cu ildə gələndə orada məni gördü. Yanındakılarına tapşırdı ki, dedi, hardansan? Dedim, mən də əsrəm onun qarşısında. Dedim, Beləsivar rayonunun yuxarı cürəli kəndini. Dedim, elə bildim, sən Bakıdan gəlmişəm. Dedim, həm də səsim Rəşid Əmiyyət çalarını oxşayırdı. Düzdür, Rəşid olunmərəm, Rəşid böyük sənətkar idi. Amma çalar oxşayırdı, xoşu gəlmişdi. Birinci başladım, ey əziz anam, Azərbaycan. Onunla başladım, içəri girəndə. Onu çox maraqlı, özü də musiqini sevən insan idi, rəhmətlik. Azərbaycanımızın dühan insan olub o, dəhşət, Allah. Onu qəni-qəni rəhmət eləsin. Ulu öndərimiz olub da. Ondan sonra anam mənim oxumuşam. Sözləri Vüqar Əhmədə aid idi. Ana oxudum. Gözümün nuru, canım anam, böyütdünsə məni yana. O var kadrlarda çox ləzzət elədi. Yanında da yaşlı analar oturmuşdu onun. Sololarla rəqs elədi. Yəni o ifaları eşitdi də, eşidən kimi gördü, yox, bu adam istedadı var, səsi var. Oradan məni Bakıya gətirdilər. O gələn, bu gələn, Allah qəni-qəni rəhmət eləsin. Həyatımı burada qurdum. Bir dənə övladım vardı, balacıydı, onu da götürdüm, gəldim. Məktəbə getmişdi, Qalib Bayramov yoxdur, yanımda. İndi ayağımın altı neşan var. Allah bütün övladlarına min budaq eləsin. Mənim həyatda 2 dənə şeyə görə həyatda heyfsləndim, 2 şeyə özümü bağışlamaram. Bir varlanmaq üçün Rusiyaya getdim, 6 ay orada qaldım, bir uşağım tələf oldu mənim. Mən gəlinə xəstələnmişdi, 2 övladım var desində mənim. Biri telefonla, ona görə özümü bağışlamıram. Onun qəbrisinə geyəm, getdi, tez-tez geyəm. Mənim günahımdan oldu. Hər şey mən fikirləşdim ki, birdən-birə varlanacam, heç nə də qazana bilmədim. Qaçdım, getdim Rusiyada, 6 ay qaldım, yoldaşım qaldı anamla. Qallı şaxtarı gündə birində uşağı bitirdim. İkinci hadisədə mənim ən böyük özümü bağışlamadığım bir şey var, mən bacıma görə özümü bağışlamıram. Bacımı xəstəxanaya gətirdim burada, əslində bir dəfə gətirmişdim. Bir dəfə getdim, müalicə elətdirdim, apardım, ikinci dəfə çox bəd xəstəlik var idi onda. Apart dedi, yox, mən uşaqlarımı görmək istəyirəm, apardım, ikinci dəfə təzədən gətirdim bunu bura. Gətirdim buna, axır nəfəsində həkim mənə dedi ki, mənim əyim də həkimdir. Dedi, bunu götür, apar, uşaqlarını görsün, uşaqlarını da gətirmədim, getdim. Mən bacımı götürüb buradan aparanda biraz gec idi. Yarı yolda bacım dünyasını dəyişdi. Bakının çıxacağında məscid var, onun yoxdur, yanında dəyişdi. Yəni, məsələn, 3 gün qabaq aparsaydım, o balaları görə bilərdi və buna görə də mən onu bağışlamıram. O uşaqlara da elə indi də cavab verə bilmirəm. Nədən aparmadım? Körpə uşaqları da analarını istəyirdim. Mən 3 gün qabaq apara bilərdim, onlar anasını görə bilərdim, mən qoymadım. Yəni, dedim, müalicəmiz sağalacaq. Həkim dedi, götür apar, bunun müalicəsi çətindir, yəni alınan şey deyil bu. Dəfələrlə mənə dedi, mənim o balalarımın yanına apar, mən aparmadım. Apar dedim, yox, sən buradan sağalacaqsan, mən səni getmişəm, səni sağlam surətdə buradan aparacam. Sağ-salamat balaların yanına aparacam, mən səni meydan apardım. Bax, belə bu 2 şeydə özümü bağışlamıram. Yəni, nə həkimə qulaq asdım, nə böyüklərə qulaq asdım, nə anama qulaq asdım, heç kimə qulaq asmadım.
elədiyim hərəkətdə attığım addımda səhv oldu. Çevirəldim. Qurban olaram sənə, həyatdır da. İnsan gərək elə şeylər var, adam unuda bilmir, elə şeylər var ki, unutmaq ehtimalında da işləyir. Həyatda övladınıza qarşı ən həssas olduğunuz məqam hansıdır? Demisiniz ki, mən yaşaya bilmədim, o yaşasın. Günlər mənim oğlum ki, universitet bitirib, Qalib Bayramov. Birdən belə bu mənə dedi, mən musiqi çalacağım, dedim, yoxdur, musiqisi lazım deyir. Evdə bir dənə var, 2 dənə neysə, görsən nə vaxt gəlir, nə vaxt gəlirəm. Bu getdi, öz başına, vallahi billahi bilmədən Korporasiya Universitetini bitirdi, 4 il. Sonra getdi, biraz işlədi. Bunun işlədi ki, bank müəyyən səbəblərdən bağlandı. Bağlanandan sonra bunun həvəsi qırıldı. Dedim, mən müğənni olacağam. Dedim, yox, sən müğənni olacaqsan, ya ali təhsil olmalısan, ya mən həmçin belə tuya girirsən, o müğənnilik deyil. Bu pul qazanmaq üçün işte, mənim adamım olmayıb, sən mən bu adam var. Get, təhsil al, müğənni ol. Çünki təhsil alan insan, demirəm ki, hər şey toydan ibarətdir. Sən bir yerə gidib işləyə bilərsən, bir müəssisədə işləyə bilərsən, bir yerdə işləyə bilərsən, incəsənət yerində işləyə bilərsən. Günün birində bu gizli gedər, sənədlərin verər konservatoriya. Bunun da əslində savadı var da, o şeylərdən, testlərdən gözəl keçdim. Musiqi savadı da var, oxuya da bilirdi. Yanında da bir çox toylara gedib o. Getmişəm ova, balıq ovuna. Bu da, mən bilmirəm, bu gedib imtahan verməyə. Bu mənə yola saldı, demə imtahana gedilmiş. Gedim imtahana, mən balıq ovunda birdən mənə zəng vurdu. Mən də götürdüm telefonu, nə tərsən? Dedim, mən konservatoriyaya qəbul olmuşam. Əlim ayağıma istəyirməsən, nə darırsan hə? Dedim, vallahi mən konservatoriya qəbul olmuşam. Bu girdi konservatoriya, artıq axırıncı kursdadır. Bunun da müəllimi İlqar Muradovdur, sonra Şölə müəllimədir, onun çox böyük zəhmət o, Şölə müəllimə. Muğam müəllimi Alim Qasımovdur, Allah sən sağ olasın. Dedim, bu muğam oxumur, amma təhsil olmalıdır da, bilməlidir, muğamdan anlayış olmalıdır. Bu saz vokala girib, özünü dediyinə görə, zarafat deyim. Saz vokala girib, bu yaxında bir efirdə idi, Şölə müəllimə dedim, bunun kəsiri var. Vallahi düz deyirəm. Dedim, o boyda sən konferansiyana bitirdin, bir dəfə kəsirin olmadı. Nə oldu bunun kəsiri, nə oldu? Qayətli müəlliməsi bilir, tələbənin kəsiri olar da. Bax belə, mənim istədiyim arzular Çindir, o indi hal-hazırda konservatoriyada bitirir. Arada sırada bilmirəm nəyə girmək istəyir, deyir, onu bitirməliyim. Ara sıra toylara da gedir, şadlıqlara da gedir. Gecə klublarına qoymuram, ümumiyyətlə, deyirəm, orada oxuma. Demirəm, pis yerdir, deyirəm, yox, sən evdə adam olmur da, mən çıxıb gedirəm, evdə bir adam qalmalı. Uşaqlar da balacadır. Əlikram bəy, o vaxt Mübariz Tağıyev də sizi toylarda yox, böyük səhnələrdə görmək istəyirdi. Siz amma maddi imkansızlıq ucbatından o istiqaməti seçdiniz. İndi oğlunuz toylara getmək istəyəndə məsləhət verirsinizmi? Siz varsınız bugün onun arxasında dəstək kimi. Yəni onun mənim arxamda sözlü kəsiləm Sevinç xanım, əgər mənim arxamda Əlikram kimi bir adam olsaydı, mən İtaliyada təhsil alardım. Heç nəyə baxmadan vokal təhsil alardım. Heç nəyə baxmadan. Məsələn, Zahir müəllim Mirzayevin oğlu, maşallah, böyük sənətkardır oğlu. Görsən, İtaliyada konsert verir. Onun konserti anşlaq olur. Mənə ləzzət edir. Yəni, əgər mənim arxamda qalibə deyirəm ki, sən mənim arxamda Əlikram kimi atı olsaydı, mən çox böyük işlər görərdim. Bu işdə təkcə toylardan ibarət deyil ki, elə hamı toya gedir. Toya getmək göstərici deyil. Savad almaq lazımdır, işləmək lazımdır. Toy həmişə yoxdur. Bilirsin, 4 ay, 5 ay olur, 6 ay dayan. 10 ilə yaxındır bu adam oxuyur. İndi deyir ki, yox. Mən deyir, bir dənə də yerə 2 illik oxuyurlar, onu nə deyirik? Magistratura. Magistratura deyir, girəcəm. İndi müəllim tutub, hazırlaşır. O sentyabrda deyir, magistratura gedir. Belə çıxır ki, bu yerim elə oxumalıdır. O da kəsədərsə niyə görə oldu? Toylara başı qarışdı onun. O Göyçaydan, Şamaxıdan belə məndən gizli toya gedirdi. Orada kəsəzər oldu onun. Pul da şirin daxı, gördü pulu. O toyunda pulu gəldi Əlivə, Sevinç xanım, sənnətdə adamın həyatı çevrilir. Bunun dərinə pulu dəydi. Mənə sözü Şölə xanım deməsəydi, Allah'ın sağ olsun, gözəl sənətkar. Deyir ki, sənin oğlunun kəsiri var. Xanım var, Gülsara xanım verir ki, deyir ki, oğlunun kəsiri var, bir mənə danışsan. Çölə çıxdı, dedi, Efirdə öyrəndiniz oğlunuzun kəsiri olduğunu. Mən bilmirdim ki. Mən bilmirdim, mən anladım, məktəb əvvəzində birinci, axırıncı dərslərdə çıxıb şeyə gedib, orada kəsir yaranmışdı bunda.
İndi deyir, bərpa edirəm, nə bilim, deyir, yayda düzəldəcəm də. İndi qalıb şöyle xanıma. Allah İlqar Muradova can sağlığı versin. Hamı onu tərifləyir, hamı onu təriflədikcə bunun dəyəri yer alır. Amma çox yaxşı oğlan. İndiyə kimi məni bir yerdə incitməyib. Evdə aranızda sənət rəqabəti yaranır. Yəni heç olur ki, deyir ki, ata, sizin dövrün musiqiləri köhnəlib, indi trend başqadır. İrad tutur sizə ya necə? Vallahi indiki gənclər heç bizi bəyənir ki. Devir dəyişimində musiqi də dəyişib, dünyada hər şey dəyişib. O gün deyir, sənin mahnılarını müasirləşdirəcəm. Birini apardı, oxudu, ölümünə sevdim qız səni, doğrudan müasirləşmişdir onu. Qəşəng. Mənim bir çox əsrin gözəlin gənclər istəyib vermişəm, sonra bir çox mahnılarını istəyiblər vermişəm. Biraz çalarını dəyişiblər, ritmin dəyişiblər, bəzən musiqisini də bir xeyləm öz mahnımı oxşatmıram. O mənlə tez-tez deyir ki, gəl sən də keç bizim tərəfə. Yəni o müasir mahnılar ki var ya, deyirəm, onları mən oxuya bilmirəm. Məni sevən ilə belə sevib. O bilsən necə, istəyir estrad mahnılar mən də oxuyam, bunun kimi də, buna qoşulan bundan estrad mahnısı. Son vaxtlar bir-iki elə mahnılar yazdırmışam. Yazdırmışam, amma oxumağa belə ürəyim gəlmir. Adam qəbul olunmamaqdan birdən qorxuram, qəbul olunmayacaq. Bu qədər əziyyət çəkmişəm, dişlə dırnaqla çıx bula. Sonra birdən belə, adam birdən belə o qurduğu stili dəyişəndə bəzən tamaşaçılar itirir də. O tamaşaçılar itiminə doğru gedir. Çünki Əlikran Bayramov üslubu var, ritmik oynaq mahnılar, içində də biraz kövrəklik. Çevrək musiqilər var. Onu da keçmək olar, amma hələ ki fikirləşirəm, keçsəm də bilirəm ki, bəlkə də o yolda məni qəbul eləməzdir. Orada yerə şalvardan, pencəkdən belə dəyişəsən, xanım. İndiki gənclərin populyar etdiyi TikTok mahnılarından. Bəli. Belə mahnılardan söhbət gedir. Söhbət onlardan gedir. Söhbət onlardan gedir. Onlarda maşallah gənclərimiz istedadlıları çoxdur hamısını. Demirəm, istedadlıları çox. Yaxşı, müasir istedadlı müğənnilərimiz var. Bir neçə il əvvəl demişdiniz ki, daha ara mahnıları oxumayacağam. Bundan sonra retro və klassik mahnıları oxuyacağam. Necə qəbul edildi tamaşaçılar tərəfindən? Mən çox klassik mahnılar oxumuşam. Bax, ondan sonra Bəxtəvər oldum, oxudum. Tahir Əkbərlə bir xeyləm çalışdım. Allah rəhmət eləsin. Özündən sonra da bir çox mahnılar oxumuşam. Ondan oxumuşam Xəzərlərin rəqsi, Dünya onundur. Sonra bir çox bəstə Nailə Mirməmməddən oxumuşam. Mən Azərbaycan bütün bəstəkarlarla işləmişəm. Demək olar ki, bir-ikisi qalıb, onlar da zaman çatmayıb. Məsələn, bu yaxında Tahir Əkbərin Yaradıcılıq gecəsində Nasipər xanım bir dənə Xəzərlərin rəqsinə qulaq asdı. Allah Nasipər xanıma can sağlıq versin, Respublikamızın xalq artisti, dəyərli sənətkardır. Orada baxdım, mən səhnəyə çıxdım da Yaradıcılıq gecəsində. Opera baletdə yaxınlaşdım, Əlikin hanım, sən niyə gözəl mahnılar oxusun, sən niyə belə mahnılar oxumsan? Onu mən də çox bəyəndim. Elə mahnılar oxumaq deyəndə ki, onun bu yaxında çox gözəl söz dedi, Samir Cəfərov dedi, o mahnıların biraz dinləyicisi azdır, amma sənət əsəridir. Özümdən sonra sənət əsərləri qoymuşam, narahatçılığa əsas yoxdur, özümdə çox razıyam. Mənim oxumadığım bir xeyləm sənət əsəri oxumuşam ki, mənim YouTube kanalımda qalıb. Ən azından ona dinləyən adam heç olmasa məni müğənni kimi qəbul edir. Amma qaldı ki, ona nə deyirlər, o komediski mahnılar Tahir Əkbərə bir dəfə əsrin gözəlini göstərdim, baxdı belə. Deyir, sən asfalt yolla gedirsən. Düz deyir, var asfalt yolla gedir. Amma biz deyir, çoxumluqda mahnı yazırıq, düz deyir. Onların mahnıları var. Bəstəkar əsəri bəstədir, biz nəğmə yazmışıq. Bəstəkar əsərləri televiziyalarda hər dəfə oxuyanda, əgər 3 mahnısı varsa, birin bəstəkar əsəri oxuyuram. O 2 dənəsini indi özümdən oxuyuram, onları da çalışıram yaxşılarını oxuyum da, zövk olmayayım. Mən bir mahnı yazmışam, illər hara tələsirsən, sözləri bizim Biləsuvarlı, Salamat Biləsuvarlıya aiddir. Heç doymadım gəncliyimlə. Nə tez düşdü sasımadan, küstüm aydan, küstüm ildən, illər hara tələsirsən. Mahnının adı illər hara tələsirsəndir. Onun bəstəkarı mənəm, söz yazarı bizim dəyərli şairimiz, əzizimizdir, Salamat Biləsuvarlı. O mahnıya qulaq alsan, o mahnı çox tez-tez istərilir, çünki orada qəm var. Mən heç gəncliyimdən də doymamışam, uşaqlığımdan da doymamışam. Belə həyatdan da heç kim doymur. Kim həyatdan doyur? Show biznesdə bir qrup var ki, özünü elitar sayır, toy müğənnilərinə yuxarıdan aşağı baxır. Özünüzə qarşı belə bir şey hiss etmisiniz? Ciddi əsərlər ki, dediniz, ifa edirsiniz. Əslində bu nəyisə sübut etmək mesajı idi. Bir vaxt var idi, bir vaxt. Mən sizə danışıram 20 il bundan əvvəldə. Allah İlham Quliyevə qəniməli rəhmət eləsin. O mən bir televiziyada olanda zəng vurmuşdu. Gerçəkən mahnıları çox şirin, gözəl, ürək mahnılardır.
Bu siz dediyiniz adamlar var, onlar hamısı toya gelir. Onlar toya getməsə, onlar yaşaya bilməz. O toya yuxarıdan aşağı baxman indi yoxdur. Əvvəl var idi, bir də deyirlər də, ya mən toya getmirəm, indi nə? Sənin qazancığın toydur. Başqa cür hardan qazana bilərsən? Sən səhnədən nə pul qazana bilərsən? Hamı toydan pul qazanır, düzün deyim. Bütün Azərbaycan şovu, aləmi qazandığı toydandır. Qaldı yuxarı aşağı baxan biralar var idi. A kateqoriyası, B kateqoriyası, nə bilim, C kateqoriyası, oxşayırdı, sürücüyə vəsiqə verildi. Hansı maşını sürə bilərsən? Bir ara var idi onlar. İndi onlar yığılıb. Doğrusu hamı bir yerdədir. Ay, hara getsən, esrarda müğəndə yuxarıdan aşağı baxanı görsən, onu da görsən. Çünki artıq hamı, o Manaf Ağayev bir sözü var, deyir, ha, küllüğünüzü götürüb, hamımız bizə tərəf gəldiniz. Bir adam var bizə, Manaf müəllim vaxtda çox mübarizə aparıb ki, sizə yuxarıdan aşağı bizə niyə baxsınız? O vaxt var idi, kateqoriya vaxtı. Manaf müəllim o vaxt çox olanla danışırdı ki, bu söhbətlər düz deyil, siz düz deyirsiniz. Bizə hətta bir ad da qoymuşlar, yeməyin adını. Amma sonra onlar özləri o yeməkdən yedilər, vallahi düz deyirəm. Mənim Allah'ın olsun istedadım var. Bunu bütün Azərbaycan bilir mən istedadlı müğənniyəm. Bunu bilməyən adam geçsin YouTube kanalına, girsin, baxsın oxuduğum mahnılara. Mən Mübariz Tağıyev kimi gözəl müəllimin yanında böyümüşəm. Allah haqqı, Allah şahid. O insandan yer göy qədər razıyam. Onun o qədər tələbələri var, siz bilirsiniz, Azəristandan belə, xalq uluzundan belə Mübariz müəllimin böyük zəhməti var. Tağıyevin. Azərbaycan insanlarında böyük zəhməti olan o insandır, gözəl sənətkardır. Onun mənim də üzərimdə zəhməti var. Mənim ilk klipimi qapımı bağlı saxlama sözləri bizim dəyərli şairimiz, bizim əzizimiz Hüseyn Arif idi. Musiqisi dahi bəstəkarımız Tahir Əkbər idi. İlk klipimdə o insan mənim klipim çəkimimə gedib. Mənim klip çəkimimə bilsən kim gedib? Rəhəm Rəhimli. Allah qəni-qəni rəhmət eləsin. İnansam bir mahnım vardı, ay, 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 vəfasız həyat. Günün birində bundan xahiş elədim, dedi Əlikiram, əgər dedim o klip çəkməyəcəm, dedi o klip çəkmək istəyirsən mənə apar. İnansan mənim imicimi nətər dəyişdi insan. Nə gözəl insan imiş o. O vaxtı kimi ondan yaxınlığım, ondan sonra çox yaxınlığım oldu. Yəni deməyim odur ki, bizi bəyənməyən insanlar, bilirsiniz də bir şair deyir, məni saymayanları mən də saymadım. Artdı günü-gündən saymadıqlarım, sən mənim başıma ağıl qoymadın. Belə səhv eləməzəmsə, onu yazıb Ramiz Rövşən. İnsan gərək bir-birinə qiymət verər, insan bir-birinə gərək dəyər verər. İnsan dəyəri onun bir-birinə qiymət verməyindədir. Birinin uğuruna gərək sevinəsən. İlk o nə mahnı deyil, nə oxuyur bu? İndi onsuz da hamı bir-birini bəyənmir. Kimə desən ki, deyir, ilə ağzı olsan ki, bilir nə oxuyanda, gözü yaxşı oxuyanda. Yəni, öz gözündə o şeyi görməyən, kipiriyi görməyən, başqasında başqa şey axtarır. Ona görə həyatdır. İndi şükür Allah'a söhbətlər də yoxdur. Heç söhbət də ola bilməz. 36-37 ildir mən sənətliyəm. Məni göydə Allah yerdə məni sevənlər sevir. Bu dəqiqə mən Azərbaycanda gördüyüm bir şey var. Bir-birinə insanların ən əsas şey nədir? Deyə bilərsiniz kimi, bir-birinə tövsiyə vermək. Qınamaq, tövsiyə vermək, qınamaq, yol göstərmək. Tövsiyə vermək, yol göstərmək, ağıl vermək. Hər kəsin öz ağılı var. İnsanın ağılına demək olmaq ki, sən bunu elə, onu elə. İnsanlar öz ağılıdır. Hər kəs öz həyatını yaşayır. İnsan həyatı haqqında danışmaq yaxşı şey deyil. Mən efirlərdə də bir vaxt demişəm ki, insan həyatını gündəmə gətirməyin. O, onun öz həyatıdır. O özü bilər necə yaşayar. Bir dənə qanunları pozmasın, Azərbaycan qanunu pozmasın. Qanun özü necə istəyir, yaşasın, həyat onundur. Hamı öz həyatını yaşayıb keçir bu dünyadan. Bu dünyada qalanlar anı. Birin göstər ki, mənə deyilin 150 il yaşayır. Ya belədir həyat.